Xəbər verdiyimiz kimi paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2026-ya start verilib. Bir xəbər media xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı Amerika, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıb. Hər dəfə olduğu kimi bu ilki yarışda da fiziki imkanları məhdud, eləcə də Down sindromlu şəxslər də iştirak ediblər. Marafonla bağlı Azərbaycan Respublikasının prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov da Instagram hesabında paylaşım edib. Ələkbərov paylaşımında hər qaçış yenilənmək və özünü gümrah hiss etmək üçün bir fürsətdir. Bu kimi anlar bizə bir daha xatırladır ki, idman sərhədləri silir, insanları birləşdirir və inanılmaz enerji ilə doludur. İrəli hərəkət davam edir, deyə bildirib. Xatırladaq ki, Anar Ələkbərov hər zaman idmanla bağlı keçirilən əksər tədbirlərin ön sıralarında yer alır. Daim idmanla məşğul olan Ələkbərov hər zaman paylaşımlarında Azərbaycan gənclərinə dəyərli tövsiyələr verməklə idmana böyük maraq oyadır. Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Bakı Marafonu 2026-nın artıq qalibləri də müəyyənləşib. Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. Qadınların mübarizəsində isə Rusiyadan Elena Tolski birinci yerə layiq görülüb.